Hər kəsi salamlayıram. Bu gün Avropaya inteqrasiya mövzusunu müzakirə eləyəcəyik və bu gün mənim qonağım araşdırmacı, jurnalist Aydan Yusifdir və biraz uzaq perspektivdən bugünkü reallığı müzakirə etməyə çalışacağıq. Əslində demək olar ki, Gürcüstan üçün Avropaya real inteqrasiya pəncərəsi Rusiya-Ukrayna müharibəsindən sonra başladı. O vaxta qədər düzdür, Gürcüstan hakimiyyəti iki tərəfli polis rolunu oynayırdı. Həm yaxşı, həm pis polis. Deyirdi ki, Avropaya inteqrasiya üçün can atırıq, istəyirik ki, inteqrasiya olaq. Bunun üçün fərqli-fərqli addımları atdığını isbat etməyə çalışırdı və cəmiyyət üçün bunun narrativləri təbii ki, paylaşırdı. Artıq sonra Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra hansı ki, artıq real pəncərə açıldı inteqrasiya üçün, biz gördük ki, real olaraq Gürcüstan hakimiyyətinin məqsədi Avropaya inteqrasiya deyil. Və təbii ki, o qədər də marağında deyilmiş. Burada artıq bir sual çıxır ortaya, hansı ki, istəyirəm müzakirə eləyək. Avtoritar rejimlər Avropa inteqrasiyadan niyə qorxur? Çox sağ ol Ayhan, təşəkkür edirəm dəvət üçün və mövzu həm maraqlıdır, həm də çox vacibdir. Bəzən təbii ki, biz sualı belə qoyuruq ki, Avropaya inteqrasiya bizə niyə vacibdir və bu haqqda da çox danışmışıq əslində, bir o qədər də danışmaq olar. Amma ona gəldikdə ki, avtoritar rejimlər niyə Avropa İttifaqına, Avropa institutlarına inteqrasiyadan qorxurlar? Bəli, bu sadəcə Gürcüstana xas olan bir tendensiya deyil, ümumiyyətlə bu cür rejimlər qorxurlar. Çünki avtoritar rejimlər Avropaya inteqrasiyanı belə deyək, sistemin qorunub saxlanılmasına təhlükə kimi görürlər. Çünki Avropaya İttifaqı ümumiyyətlə şəffaflıq tələb edir. Bir neçə müstəvidə, bir neçə şərtlər qoyur və bu şərtlər müəyyən mənada rejimin əsaslarını sarsıda bilər. Ona görə də avtoritar rejimlər normal olaraq Avropaya inteqrasiyadan qorxurlar. Və təbii ki, Avropa İttifaqına inteqrasiya bir geosiyasi bir hadisədir və burada birmənalı olaraq yox da deyə bilmirlər. Ona görə əksər hallarda, yəni Gürcüstan müqayisəsində də biz görürük ki, sözdə inteqrasiyadan danışılırdı, müəyyən təzyiqlər altında müəyyən addımlar atılırdı, amma heç vaxt son hadisələr göstərir ki, heç vaxt bu əsas maraq olmayıb. Və sözdə inteqrasiya imicini verməyin də arxasında təbii ki, Gürcüstan zəif ölkədir və müxtəlif qruplardan müxtəlif asılılıqları var geosiyasi arenada və bu asılılıqlara uyğun oynamaq məcburiyyətindədir. Bir müəyyən qədər, məsələn, Rusiyadan asılılığı artanda Rusiyaya doğru gedir siyasi kurs, xarici siyasi kurs. Hardasa, məsələn, Rusiya zəifləyərsə, əgər sabah Gürcüstanın siyasi kursu çox rahat şəkildə, belə deyək də, 180 dərəcədə dəyişəcək və olacaq. Bəs bu inteqrasiya imitasiyası nəsə səbəbi nədir? Yəni, real olaraq Avropaya inteqrasiya olmaq istəmir Gürcüstan hakimiyyəti. Çünki bunu təhlükə olaraq görür. Ancaq cəmiyyətdə imitasiya yaradır ki, biz istəyirik. Bunu elektrotları itirməmək üçün edir, yoxsa başqa bir səbəbi var? Yəni ilk sualı əslində sualın ətrafında biraz da danışmaq istəyərdim əgər icazə versən. Çünki nə tələb edirdi Avropa İttifaqı misal üçün bizdən tələb edir ki, belə deyək, hakimiyyətin üzərində ciddi bir monitorinq olsun, nəzarət olsun. Ondan sonra bizdən tələb edir ki, maliyyə şəffaflığı olsun ölkədə, yoxmu, qurumlar arasında. Bizdən tələb edir ki, məsələn, bölgələr müstəqil idarə etmə sisteminə sahib olsun. Bütün bunların hamısını təbii ki, təhlükə olaraq görür, çünki avtoritar rejim gücü əlində mərkəzləşdirmək istəyir və bu, belə deyək, bu sərf eləmir.
Bundan əlavə məsələn söz azadlığıdır, azad müstəqil mediadır. Bütün bunların hamısı Avropa İttifaqının tələbləri arasındadır və bu da avtoritar rejimə ciddi təhlükədir. Çünki avtoritar rejim istəyir ki, narrativi belə deyək, idarə etsin. Narrativi yaranmış cəmiyyətdə yaranan fikirlərə, diskussiyalara, narrativlərə nəzarət etsin və bütün bunlar hamısı ona təhlükə yaradır. Amma bir mənalı olaraq təbii ki, Gürcüstan artıq belə deyək o ikili oyunu oynamır. Biz deyə bilərik ki, 2024-cü ilin noyabrından sonra açıq-aşkar deməli Gürcüstanın hal-hazırki belə deyək, Gürcü Arzusu partiyası bir mənalı şəkildə qeyd elədi ki, Avropa institutlarına inteqrasiya, Avropa İttifaqına inteqrasiya gündəmdən qalxır və o gündən sonra heç kəs deyə bilməz ki, yəni bu belə deyək hakimiyyət hardasa müəyyən qədər Avropa inteqrasiya məsələsini gündəmə gətirir. Xeyr, əsla yoxdur elə bir şey. Biz görürük ki, atılan o gündən sonra atılan bütün addımlar Gürcüstanı Avropa belə deyək yolundan uzaqlaşdırmağa, Rusiyaya yaxınlaşdırmağa xidmət edir və bu addımlar nədən ibarətdir? Hamımız bilirik. Yəni qəbul olunan qanunlar, xüsusilə qeyri-hökumət sektorunun belə deyək təmizlənməsi istiqamətində atılan addımlar, azad medianın susdurulması istiqamətində atılan addımlar, sonra məsələn Ukrayna ilə müharibəni qeyd etdin sən. Ukrayna ilə müharibədən sonra Avropa İttifaqına daxil olan ölkələr, nə bilim, Böyük 7-liyə daxil olan ölkələr, ayrıca Amerika, ayrıca Böyük Britaniya Rusiyaya qarşı en qədər deməli sanksiya tətbiq etdi. Yoxmu? 19-cu paket hal-hazırda müzakirə olunur, səhv etmirəmsə. 2025-in sentyabrında artıq 19-cu paketi təklif etdi və bu belə deyək də sanksiya paketinin heç birinə qoşulmadı Gürcüstan. Və mən özüm son 2 ildə Gürcüstanın deməli Rusiya Gürcüstanı Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün necə istifadə edir, bu istiqamətdə araşdırmalar edirəm və bu araşdırmaların hamısı bir mənalı şəkildə göstərir ki, yenə sözdə Gürcüstanın deməsinə baxmayaraq ki, biz sanksiyalara qoşulmuruq, amma sanksiyalardan yayınmağa əsla imkan vermərik. Bütün bunlar hamısı görürük ki, sözdə deyilən belə deyək də fikirlərdir. Real olaraq isə biz görürük ki, milyon dollarlarla sanksiya olunmuş məhsullar ya Gürcüstan vasitəsilə Rusiyaya gedir. Yəni məsələn iki tərəflidir də. Burada var misal üçün Avropanın da istehsal olunan və Rusiyaya çatdırılması qadağan olan məhsullar onun da belə deyək üçüncü ölkələr vasitəsilə keçidinə biz şərait yaradırıq. Bir də var məsələn Rusiyanın sanksiya olunmuş məhsulları bura daxildir. Rusiyanın neft, qaz və digər enerji resursları bunun Avropa bazarına çıxarılması buna da biz kömək edirik. Məsələn bilmirəm də, yəni çoxlu milyon dollarlarla Rus nefti Gürcüstanda istehsal olunmuş adı ilə Made in Georgia adı ilə məsələn Avropa bazarlarına ixrac olunur. Yenə yəni sözdə deyilir ki, hə Gürcüstan bütün sanksiyaların belə deyək tələb olunan, sanksiya paketləri ilə tələb olunan nəzarət mexanizmlərinə əməl edir, amma ortada olan faktlar fərqli göstərir. İnteqrasiya da belə gedir. Misal üçün deyilir, Gürcü arzusu yeganə hakimiyyətdir ki, Avropaya inteqrasiyadan həm mənfi, həm də müsbət olaraq istifadə elədi. Öncə misal üçün bu hakimiyyətin belə deyək də hakimiyyətdə olduğu müddətdə biz vizasız gediş-gəliş əldə etdik. Bunu çox yaxşı belə deyək PR etdilər vaxtında, çox yaxşı reklam etdilər ki, biz yeganə hakimiyyətik ki, məsələn Avropaya ölkəni bu qədər yaxınlaşdırdıq, yoxmu? 2024-dən sonra bütün hər şey radikal olaraq dəyişdi. Real pəncərə açılmışdı. Sənin də qeyd etdiyin kimi artıq belə deyək namizəd statusu qazandı ölkə və danışıqlara başlamalı idi. Və biz gördük ki, yəni 180 dərəcə dəyişdi bu kurs. Bu namizəd statusundan bağlı soruşmaq istəyirəm. Aydan sizdən bu namizəd statusu verilən vaxtı bildiyiniz kimi bir neçə
rekomendasiya var idi. Bəli. Gürcüstan üçün hansını ki, Gürcüstan həyata Öncə 9 idi, keçirməli idi. sonra 11 12 idi, sonra 3-ünü etmiş kimi saydılar. Amma Aha. real olaraq nə qədər edilmişdi, o da özü sual işarəsi idi. Ancaq Avropa Birliyi dedi ki, bəli, bu 3-ünü etmiş olaraq sayırıq. 9 rekomendasiya qalıb. Bu 9 rekomendasiyanı həyata keçirməsiniz. Onlardan biri də xalq müdafiəçisinin seçilməsi idi. Onu da sonra güzəştə getdilər. Baxmayaraq ki, ona tələb edirdilər ki, qeyri-hökumət təşkilatlarının iştirakı ilə, cəmiyyətin şəffaf iştirakı ilə seçilməlidir xalq müdafiəçisi. Ancaq sonra öz istədikləri, belə deyim, namizədi irəli sürdülər və parlamentə təbii ki, bunu dəstəklədi və xalq müdafiəçisi seçildi. Ancaq yenə də bunu qəbul etdi. Ancaq geridə qalan rekomendasiyalar həyata keçirilmədi. Baxmayaraq ki, buna yenə də Gürcüstana namizəd statusu verildi. Və bununla bağlı belə deyim, iki fikir səslənir. Biri odur ki, Gürcüstana verilməməli idi ümumiyyətlə namizəd statusu. Çünki namizəd statusu heç bir şeyi dəyişmir və bunu Gürcüstan hakimiyyəti öz xeyrinə istifadə edir. Bu namizəd statusunun verilməyini, bunu öz əməyi kimi dəyərləndirir. Baxmayaraq ki, Avropa Birliyi birbaşa dedi ki, bu küçələrdə mübarizə aparan xalqın zəhmətinə qarşılıq verilmiş bir namizəd statusu idi və eyni zamanda hakimiyyət və xalqı ilk dəfə demək olar ki, Avropa Birliyi bir-birindən ayırdı və dedi ki, hakimiyyət Avropa yönlü deyil, ancaq xalq Avropa yönlüdür və bu namizəd statusu xalqın bu aktiv iştirakına görə verilir. Və bir digər fikir də odur ki, təbii ki, əgər biz bu dəfə Avropa Birliyinə namizədlik əldə edə bilməsəydik, heç vaxt biz bunu başqa vaxtda əldə edə bilməzdik. Ona görə baxmayaraq bu şərtlərə və hakimiyyətin bunu necə, nə formada istifadə etməklə asılı olmayaraq Avropa üzvlüyünə namizədin bizə verilməyi xüsusi əhəmiyyət daşıyır. Siz necə düşünürsünüz? Yaxşı mı oldu, verdilər bu statusu bizə, yoxsa Təbii ki, Ayhan. Yəni namizəd statusunu almaq əslində prosesin başlanğıcı sayıla bilər. Və mən düşünmürəm ki, Gürcüstanın namizəd statusu almağı çox təsadüfi və yaxud da belə deyək də ani verilmiş qərar idi. Gürcüstanın Avropa İttifaqı ilə çox ciddi belə deyək əlaqələri var. Tərəfdaşlıq əlaqələri var. Yəni bu günə qədər 2024-cü ilə qədər ən azından Avropa İttifaqı Gürcüstanın əsas belə deyək müttəfiqlərindən biri sayılırdı. Gürcüstana edilən yardımlar, müxtəlif sahələrə yatırılan yatırımlar bunu göstərir, yoxmu? Məsələn, Gürcüstanın belə deyək konstitusiyasında baş qanununda qeyd olunubdur ki, Gürcüstanın əsas siyasi kursu Avropa institutlarına inteqrasiya etməkdən ibarətdir, yoxmu? Yəni bu təsadüfi bir şey deyildi ki, Gürcüstan misal üçün bu namizəd statusunu qazandı. Sadəcə olaraq təbii ki, hər şeyin geci tezi var və yaxud da bu belə deyək də geosiyasi oyunlar məsələsi var və elə gətirdi ki, digər ölkələrlə birlikdə bilirsiniz ki, yəni Ukrayna idi, Moldova idi. Bu ölkələrlə birlikdə Avropa İttifaqının genişlənməsi siyasəti çərçivəsində Gürcüstana bu namizəd statusu verildi və hər şey buradan başlamalı idi. Digər ölkələr artıq danışıqlara başlayıb bilirsiniz. Hal-hazırda məsələn Gürcüstan bu danışıqlardan olduqca uzaqdır. Bunu da bir mənalı şəkildə qeyd etdi, yəni bildirildi və bundan sonra ölkədə baş verənlər də göz qabağındadır. 2024-cü noyabr ayından 28 noyabr tarixindən bu günə qədər ölkədə baş verən bütün etirazların ana xətti belə deyək Gürcüstanın Avropaya inteqrasiya yolundan tamamilə yayınması, sonra konstitusiya çərçivəsindən kənara çıxmasıdır, yoxmu? Ona görə mən düşünmürəm ki, burada hər hansı bir təsadüfi qərar idi. O ki qaldı məsələn Gürcü arzusunun məsələn bu namizədlik almasını, ölkənin namizədlik almasını da belə deyək öz leyhinə çevirməyə çalışmaq cəhdləri təbii ki, bu çox normaldır. Yəni qeyd etdiyim kimi viza liberalizasiya söhbətini o qədər illər danışdılar ki, bu biz yeganə hakimiyyətdik ki, bizim idarəçiliyimiz dövründə yəni danışırlar, amma bu sadəcə olaraq belə deyək təbliğatdan başqa bir şey deyil. Yəni hamı əməldə əslində marağın nədən ibarət olduğunu görür. Yəni Rusiyaya qarşı bu qədər yaxınlaşmaq, Rusiyaya qarşı bu qədər, Rusiya ilə bağlı bu qədər loyal siyasət aparmaq, belə deyək, daha çox
gözə çarpır, nəzərə çarpır, nəinki yəni Gürcü arzunun hər hansı bir belə deyək müsbət siyasi addımı nəticəsində Avropa İttifaqının Gürcüstana namizədlik verməsi məsələsi. Aydan, bəs perspektivlər siz qeyd etdiniz ki, 28 noyabrdan 2024-cü ilin 28 noyabrından Gürcüstan hakimiyyəti birbaşa qeyd etdi ki, biz artıq bir müddət Avropaya inteqrasiya mövzusunu ümumiyyətlə gündəmə gətirən deyilik və başlayan etiraz aksiyalarının əsas dalğası da bu kontekstdə başladı. Və eyni zamanda Avropa Birliyi də bir mənalı şəkildə qeyd etdi ki, Gürcüstan hakimiyyəti bu şəkildə davam etdiyi müddətcə biz Gürcüstanla inteqrasiya mövzusunu gündəmə gətirən deyilik, ümumiyyətlə bununla bağlı danışıqlar aparan deyilik və Avropa Birliyinin qapısı Gürcüstan üçün bağlıdır. Yəni real olaraq iki tərəf də son sözünü bir növ dedi. Çünki Avropa Birliyi deyir ki, geri addım atmalısınız və bu götürdüyünüz qanunlar olsun, bu seçki keçirmə forması olsun, hansı ki Avropa Birliyi bu dəqiqə Gürcüstan özünü legitim hakimiyyət olaraq tanımır, yəni Gürcüstan hakimiyyətini legitim hakimiyyət olaraq tanımır və eyni zamanda birbaşa qeyd edir ki, biz sizinlə danışıqlar aparmırıq, çünki sizin apardığınız siyasət demokratik dəyərlərə uyğun deyil və Gürcüstan hakimiyyəti də deyir ki, bizim üçün hava xoşdur, çünki biz də elə bunu istəyirik. 28 noyabr tarixində biz də elə bunu qeyd etdik. Burada iki əsas məqam var. Bir, xalqın maraqları hara getdi? Hakimiyyət bəli qeyd edir ki, biz istəmirik Avropa inteqrasiyanı. Avropa Birliyi də öz özlüyündə haqlıdır, çünki dəyərlərinə, yəni bir Bəli, insan sizə tələblər qonaq var. gəldiyi təqdirdə məsəl üçün ayağı palçıqlı içəri girsə, siz deyəsiniz ki, ayaqqabınızı çıxarın, elə daxil olun içəri. Çünki o ev kirlənir, yoxmu? Avropa Birliyi də bunu deyir ki, bu qanunlar hansı ki siz götürübsüz və demokratik dəyərlərə ziddir. Bunu ləğv eləyin, danışıqlara başlayaq. Bir digər mövzu, nə qədər perspektiv var artıq Gürcüstanın bu qədər reputasiyası Avropa Birliyi üçün eyni zamanda beynəlxalq səviyyədə zərər görüb. Bu gün radikal şəkildə dəyişikliklər olsa belə Moldova kimi, Ukrayna kimi danışıqlara başlamaq nə qədər realdır? Yoxsa uzun müddət mi lazımdır ki, biz öz reputasiyamızı təkrar qazanaq Avropa Birliyi üçün? Yəni radikal dəyişikliklər olsa mən düşünürəm ki, bu proses kifayət qədər sürətlənər. Çünki hal-hazırda əsas tələblərdən biri ölkəni oliqarxın təsirindən azad etməkdir. Yoxmu? Əgər radikal dəyişikliklər deyərkən bunu nəzərdə tutursansa, mən düşünürəm ki, bundan sonra hadisələrin cərəyanı həqiqətən dəyişər, belə deyək, müsbətə doğru. Amma yəni bu radikal dəyişiklik nə dərəcədə baş verəndir, hansı vaxt çərçivəsində, yəni qarşıdan gələn hansı müddətdə baş verəcək, odur biraz sual işarəsi doğuran mənim üçün. Digər tərəfdən də ki, yəni bəs əgər Avropa İttifaqı namizədlik statusunu Gürcü arzusuna görə yox da Gürcü xalqına görə verdisə, indi bu qapıları bağlamaq nə dərəcədə ədalətlidir? Çünki bu narrativ çox yayılır. Təbii ki, Avropa İttifaqı Gürcüstana namizədlik statusunu da zamanında məsələn vizasız gediş-gəlişi də məhz Gürcü xalqının istəyinə, arzusuna və belə deyək o can atmağına, Avropaya doğru can atmağına görə qərar qəbul etmişdi. Amma mən Almaniyada biz görüşümüz olmuşdu ötən il. Onda hələ namizəd statusu almamışdı ölkə. Hələ yəni müzakirələr gedirdi. Onda soruşmuşduq ki, bəs xalqın istəyi bu yöndədir də, yəni namizədlik verilsə yaxşıdır demişdik. Rəsmilər demişdi, Almaniya parlamentinin rəsmiləri demişdi ki, okey, biz başa düşürük xalqın istəyi, xalqın sifarişi nədən ibarətdir, amma Avropa İttifaqı bir siyasi qurumdur və biz məcburuq ki, ölkəni idarə edən siyasi qrupla danışaq, razılaşaq və bu namizədlik statusunu verək. Yəni nə qədər hakimiyyət və xalqı bir-birindən ayırsa da, rəsmi olaraq danışıqlar hakimiyyətlə Bəli, yəni məsələn gəlib hər hansı bir vətəndaşlardan ibarət qrupla bu razılaşmanı əldə edə bilmərik. Biz ancaq idarə edən qrupla, yəni siyasi qrupla, siyasi güclə danışmalıyıq. Bəs bu radikal dəyişikliklər fonunda, məsəl üçün bu gün Gürcü arzusu deyək ki, geri addım atdı, razı oldu növbədənkənar seçkilər keçirilməyə, o şərtlə ki, bugünkü reallıq çərçivəsində keçirilsin bu seçkilər və bunu bir
imtiyaz kimi təklif eləyir bu gün gedən Yox, proseslərə qarşı? yəni şərt ondan ibarətdir ki, bugünkü reallıq çərçivəsində keçirilə bilməz müstəqil seçkilər. Gəl oradan başlayaq. Çünki bu etirazlarda ki tələblərdən biri də ondan ibarətdir ki, beynəlxalq belə deyək administrasiya təşkil olunsun, siyasi administrasiya təşkil olunsun və bu administrasiya həyata keçirsin seçkiləri. Hə, o elə olan təqdirdə hər hansı bir belə deyək razılaşma əldə oluna bilər, amma bu çox uzaq perspektiv gəlir mənə. Çünki Gürcü arzusunun belə bir addım atacağını mən düşünmürəm. Amma belə deyək də digər tərəfdən də təbii ki, biz əlimizdən gələni etməliyik. Bu gün məsələn küçədə etiraz davam edirsə, bu gün müxtəlif səviyyədə müxtəlif qruplar bu qurumlarla Avropa İttifaqının belə deyək rəsmi qurumları nəzərdə tuturam, danışıqlar aparmağa davam edirlərsə, bunun əsas səbəbi ondan ibarətdir ki, biz göstərək ki, biz yəni bu qədər təzyiqə, bu qədər belə deyək yayılan dezinformasiyaya bilmirəm də rejimin təzyiqinə baxmayaraq biz yenə də istəyirik Avropa İttifaqına yaxınlaşmağı, üzv olmağı, onun belə deyək o müsbət şərtlərindən deyim faydalanmağı biz istəyirik. Bütün bu etirazların bugün davam etməyinin səbəbi bundan ibarətdir ki, biz təslim olmuruq. Biz başa düşürük ki, məsələn, ölkəni idarə edən legitimliyi sual işarəsi altında olan bu siyasi elita bizim belə deyək istəklərimizi səsləndirmir heç də öz şəxsi maraqların üçün belə deyək çalışır və bizim istəklərimiz tamam fərqlidir. Biz onu göstərməyə davam edirik və mən düşünürəm ki, biz bu mübarizəni davam etdirdikcə görüləcək onlar tərəfindən. Yəni Siz bayaq qeyd etdiniz dezinformasiya və bir də təbii ki, bunun öz-özlüyündə təhlükəsizlik konteksti də var, xüsusən jurnalistlər üçün. Bu gün Gürcüstanda təəssüflər olsun ki, jurnalistlər üçün daha təhlükəlidir öz fəaliyyətlərini həyata keçirmək, çünki hara getməklərindən asılı olmayanlar onlar məhdudiyyətlə qarşılaşırlar. Məhkəmədə belə artıq çəkişlər edə bilmirlər və onların həyatı təhlükə altındadır. Və baxmayaraq ki, bir çox jurnalist öz professiyasını həyata keçirir, bəziləri cərimələnir, hesablarına qadağa qoyulur. Eyni zamanda polisə qarşı belə deyim, qanuni tələbinə tabe olmamaq adı altında həbs olunur və eyni zamanda belə deyim, onlara qarşı ağır sanksiyalar tətbiq olunur. Burada dezinformasiya kontekstini istəyirəm müzakirə eləyək Aydan. Bir odur ki, onların özünün media resursları var, propagandalar, hansı ki, öz istədikləri narrativi maksimum şəkildə yayırlar cəmiyyətə və artıq narrativ elədik ki, elə narrativlər yayırlar ki, onlar asan şəkildə cəmiyyətə qədər gedib çıxır və bir də görürük ki, son dönəmdə onlar artıq özləri debat narrativini gündəmə gətirdilər ki, gəlin oturaq debat eləyək və biz gördük ki, debatın ilk versiyası yayıldı, özləri deyib özləri eşidirlər yenə və özlərinə qarşı çıxırlar. Yəni orada neytral adam demək olar ki, yoxdur. Hamısı öz xalqıdır. Oturublar özlərindən debat eləyirlər, hətta özləri belə özlərinin narrativinə qarşı çıxırlar. Bu debat real olaraq dırnaqarası debatı nə məqsədlə xidmət eləyir? Burada əsas diskussiya yaratmaq, güya onlar diskusiyası üçün bir mühit yaratmağa çalışırlar. Bunun məqsədi nədən ibarətdir? Bir jurnalist olaraq sən necə düşünürsən? Bir digər mövzu bu təhlükəsiz olmayan mühitdə hansı ki, jurnalistlər öz sağlamlıqları, təhlükəsizlik konteksti olmayaraq professiyalarını həyata keçirməyə çalışan şəxslər üçün bu gedişat nə qədər belə deyim onlar üçün daha repressiv bir hal ala bilər. Biz məsələn qonşu dövlətlərdə görürük ki, artıq kritika, hətta sual vermək belə artıq demək olar ki, cinayət işi olaraq sayılır. Bu gedişat bizdə də ora tərəf gedir. Nəzərə alsaq ki, Ayhan, qonşu ölkələrdə bu həddə belə deyək gəlib çatmaq üçün onlara 10 ilə qədər vaxt lazım gəldi. Məsələn, hamımızın yaxşı tanıdığı Azərbaycanı götürsək, bir 10 il lazım gəldi ki, orada misal üçün müstəqil media susdurulsun, nə bilim, vətəndaş cəmiyyəti. Hələ bu gün də davam edir. Hə, vətəndaş cəmiyyəti susdurulsun və bu gün də davam edir. Yəni bəli, onlar bu gün də məsələn mübarizə aparırlar, yoxmu? Amma Gürcüstanda biz görürük ki,
son 2 ildə baş verdi hər şey. Və bunu nəzərə alsaq deyə bilərik ki, bu təzyiq, bu təqib daha da artacaq. İstər mediaya qarşı, azad mediaya qarşı, istər nə bilim vətəndaş cəmiyyətinə qarşı, istərsə də ümumiyyətlə yəni gürcü arzusu ilə mövqeyi üst-üstə düşməyən istənilən qrupa qarşı. Yəni biz görürük ki, burada məsələn sosial ədalət uğrunda mübarizə aparan insanlara qarşı da eyni təzyiq və təqiblər aparılır. Nə bilim mən yəni hər hansı bir qrup əgər baş qaldırıb hər hansı məsələ ilə bağlı nəsə tələb edirsə, onlar da eyni belə deyək şəkildə susdurulurlar. Yəni həbs olunurlar, nə bilim müxtəlif inzibati cinayət məcəlləsi ilə nəzərdə tutulan cəzalara məruz qalırlar. O ki qaldı ümumiyyətlə media haqqında danışsaq, bəli Gürcüstanda media bəlkə Gürcüstanın son müstəqillik əldə etdiyi dönəmdə heç vaxt bu qədər ağır vəziyyətdə olmamışdı. İlk dəfə müstəqil Gürcüstanın tarixində belə deyək həbsdə olan sırf belə deyək jurnalist olduğuna görə, sırf 2 güclü medianın təsisçisi olduğuna görə həbsdə olan bir jurnalist var, Mziya Amaglobeli. Bunu mən hər dəfə deyirəm, bütün çıxışlarımda deyirəm, çünki bu Gürcüstanda söz azadlığına, Gürcüstanda azad mediaya qarşı atılan ən böyük belə deyək qorxutma, hədələmə, nə bilim mən təzyiq və təqib hadisəsidir. Və yəni bu müstəvidə təbii ki, mən hər hansı bir müsbət formada danışa bilmirəm, amma yəni son 2 il ərzində bizim gördüyümüz bir şey var ki, nə qədər təzyiq artsa da, nə qədər nə bilim mən dezinformasiya güclənsə də, nə qədər insanlara qarşı etiraz edən insanlara qarşı belə deyək mübarizə aparsa da rejim, bu insanların arasında çox ciddi bir həmrəylik formalaşdı. Yəni Gürcüstan son ilki belə deyək tarixinə nəzər salsaq, cəmiyyət heç bu qədər həmrəy olmamışdı bir-birinə qarşı. Mübarizə aparan insanların arasında çox ciddi bir həmrəylik var və xüsusilə də media işçiləri arasında böyük bir həmrəylik var və mən düşünürəm ki, belə deyək xaricdən olan maliyyəni kəsməklə, sonra media nümayəndələrinə qarşı təzyiq və təqiblər həyata keçirməklə tamamilə susdura bilməyəcək bu rejim azad medianı və ölkədə hər hansı bir şəkildə baş verən o korrupsiya hallarını, baş verən o qanun pozuntularını, nə bilim mən o nepotizm hallarını işıqlandıran media mütləq olacaq. Və bu yəni hər nə qədər hal-hazırda məsələn Gürcü arzusunun əlində güclü bir təbliğat maşını olsa da, məsələn mən İMEDI televiziyasını nəzərdə tuturam, Post TV-nin nəzərdə neçə televiziyası var, yoxmu? Yəni bunların hər birinə ayrılan maliyyələri siz görsəniz, həqiqətən yəni nə bilim mən adamın sadəcə reklamlara ayrılan pullar belə uşaq bağçasının pulu. Ay sağ ol. Və bu qədər güclü təbliğat maşınının mövcud olmasına baxmayaraq yenə də rejim müstəqil media ilə mübarizə aparmaqda çətinlik çəkir. Müstəqil medianın araşdırıb işıqlandırdığı həqiqətlərlə mübarizə aparmaqda çətinlik çəkir. Və bu mənə belə deyək onu deməyə əsas verir ki, mübarizə nə qədər güclü və çirkin olsa da, qarşı tərəfdə yaranan o belə deyək həmrəylik hissi, o bir-birinə belə deyək arxa dayaq çıxmaq halları bu mübarizəni belə deyək aparmağa bizə imkan verir. Son olaraq istəyirəm legitimasiya mövzusunu müzakirə eləyək. Baxmayaraq ki, qeyri-legitim hakimiyyət hər dəfə bunu qeyd eləsək ki, bizim üçün legitimasiya o qədər əhəmiyyətli deyil, çünki xalq bizim üçün legitimasiyanı verdi. Biz seçkilərdə yüksək faizlə qalib gəldik, yerli seçkilərdə qalib gəldik və s. Eyni zamanda qeyd edirlər ki, Rustavelidə yığışan
parlamentin 500 nəfər. qarşısında yığışan 30 nəfər bunlar üçün heç bir şey ifadə etmirlər. Bu əslində çox Deməlidirlər. yəni Onu deməlidirlər. çünki azlıq imtihası yaratmaq istəyirlər ki, bunlar bəli. çoxluq tərəfdədirlər. Ancaq qəbul etdikləri qanunlar onu göstərir ki, əslində bu onları narahat eləyir və Çox son bir təşəbbüs hansı ki, qeyd edirlər ki, əgər parlament razı olsa, bir şəxs desə ki, məsəl üçün parlament və ya hər hansı bir konstitusional orqan qeyri-legitimdir. belə məsuliyyətə cəlb cinayət olmalı. işindən məsuliyyətə cəlb olunsun. Yəni real olaraq bu Avropa inteqrasiya kontekstində hansı ki faktiki olaraq tanınmır Gürcüstanın legitimasiyasının, hakimiyyətinin və xalq daxili legitimasiyası da yoxdur təbii ki Gürcü arzusunun. Bu kontekstdə yəni seçkilər olmadan nə qədər davam eləyə bilər bu öz-özlüyündə. Bir digər mövzu bu legitimasiya həqiqətən hakimiyyəti sənin düşüncəndən irəli gələrək narahat etmirmi? Məncə çox narahat edir. Yəni hər nə qədər məsələn desələr də ki, bizim yəni hər hansı bir xarici qüvvənin legitimliyimizi tanımağına ehtiyacımız yoxdur. Biz onu görürük ki, hər addımda buna cəhd atırlar ki, orada hansısa bir nə bilim mən Avropa parlamentinin üzvü nəsə müsbət bir şey desin, nə bilim burada Mikhail Qavelaşvili getsin kimlənsə əl sıxışsın və bir dənə fraqment oradan bir kadr yayılsın. Yəni nə bilim mən indi hal-hazırda da deyir ki, Milanda rəsmi səfərdəyəm, ailəmlə, delegasiya ilə. Yəni bütün bunlar onu göstərir ki, bu legitimlik məsələsi çox ciddidir və buna çox ehtiyacları var, amma bunu əldə edə bilmirlər. Bu legitimliyin yəni istədikləri halda onlar sanksiyalarla qarşılaşırlar. Yəni müxtəlif Avropa ölkələrinin, nə bilim mən ölkələrin ciddi sanksiyalarından qarşılaşırlar. Həm fərdi, həm də nə bilim belə. Yəni çox narahat edir Ayda əslində. 2 dəfə Ərəbistana gedir. Baş nazir. Yəni belə deyək də diplomatik fəaliyyət göstərə bilmirlər. Ona görə də nə bilim orada Uqanda, yəni təbii ki mən belə deyək də bir ölkənin Gürcüstanın nə bilim Uqanda ilə də bir siyasi əlaqələr ola bilər. Bunu heç də belə deyək türklər demək küçümsəmirəm, amma yəni fakt ondan ibarətdir ki, bu insanlar gündəm yaratmağa çalışırlar. Bunun üçün əllərindən gələn edirlər ki, göstərsinlər ki, hər hansı bir sıradan nə bilim senatorla nəsə bir telefon danışığı olubdu ya da nə bilim hər hansı bir senator X-də, nə bilim Twitterdə nəsə yazıbdı Gürcü arzusu ilə bağlı. Sonra siz görəsiniz biz fact check seriyaları deyə bir rubrikamız var iFact-də. Gün keçmir ki, nəsə bir dənə belə qondarma Avropa reytinqində Gürcüstanı onun ilk onluğa salmasınlar. Ay nə bilim Gürcü pasport, Gürcüstan pasportu gücünə görə ilk 30-luqdadır. Nə bilim mən Gürcüstanda insanların təhlükəsizliyinin qorunması reytinqində Gürcüstan Avropa İttifaqının filan qurumunun filan, yəni nəyə lazımdır əgər sənə legitimlik lazım deyilsə bu cür qondarma reytinqləri niyə yəni öz təbliğatında istifadə edirsən, yoxmu? Yəni sonra biz fakt check edəndə görürük ki, onların hamısı keçən dəfə birini yoxlamışdıq. Screen göstərmişdi İMEDi. Elə bir ki, screen həqiqətən reyting çox önəmli reyting idi, amma ilk səhifə deyildi. Axırıncı səhifəyi göstərmişdilər. Yəni axırıncı səhifənin axırdan birinci yerdəydik. Onun onluğa düşüblər. Təbii. Yəni bütün bunlar çox gülünc vəziyyətə qoyur Gürcü arzusunu və çox açıq şəkildə göstərir ki, əslində bu beynəlxalq legitimasiyaya çox ciddi ehtiyacları var və hər hansı bir belə deyək ədalətli seçkilər keçirilmədən, yəni beynəlxalq müşahidəçilərin, nə bilim mən, siyasi administrasiyanın təşkilatçılığı və nəzarəti altında şəffaf seçkilər keçirilmədən bu legitimliyi əldə etmələri qeyri-mümkündür. Və mən bunu belə deyək düşünürəm ki, onların legitimlik əldə edə bilməməsinin ən böyük səbəbi küçədə olan insanlardır. Çox sağ olaydın. Təbii ki, Uqandanın nə qədər gündəm yarada bilərlər, yaratsınlar, ancaq Uqandanın gündəmi də belə deyim, Gürcüstan gündəmindən çox da uzaq olmadığı üçün çox bir şey dəyişəcəyini düşünmürəm. Öz növbəmdə eyni zamanda Salam platformasının adı ilə hər bir jurnalistə bu gün Gürcüstanda apardıqları fəaliyyət üçün təşəkkürlərimi bildirirəm. Həqiqətən bu gün öz sağlamlıqları, öz azadlıqları, öz təhlükəsizlikləri
hesabına bu gün onlar çalışırlar ki, cəmiyyət üçün işıq olsunlar, cəmiyyət üçün gedən proseslər haqqında məlumat versinlər. Onların bu gün apardıqları bu, amm, belə deyim, mübarizə həqiqətən Gürcüstan xalqı üçün, hər bir qeyri-hökumət təşkilatının nümayəndəsi üçün, hər bir, sahənin nümayəndəsi üçün, hər bir vətəndaş üçün düşünürəm ki, aaa, real mübarizə nümunəsidir və eyni zamanda bir, öz-özlüyündə real qəhrəmanlıq nümunəsidir. Ona görə həqiqətən çox dəyərlidir hər bir vətəndaş üçün və elə də olmalıdır. Çox sağ ol iştirak etdiyin üçün, maraqlı müzakirən Mən üçün. təşəkkür edirəm Ayxan bu maraqlı mövzu üçün və düşünürəm ki, ə, bizim icmaya da məhz bu cür belə deyək, bu formatda müzakirələr lazımdır. Çünki belə deyək, bu qanunların qanunların qəbul olunmasından sonra, bu təzyiqlərin artmasından sonra çox ciddi bir durğunluq var icmada. İstər vətəndaş cəmiyyəti üzvləri tərəfindən, istər məsələn media nümayəndələri tərəfindən çox da başa düşüləndir hər biri təbii ki. Amma bütün baş verənlərə baxmayaraq, bütün məhdudiyyətlərə baxmayaraq yenə də hardasa kimsə nəsə etməyə can atırsa və edirsə, bu həqiqətən təqdirə layiq haldır və alqışlanasıdır. Mən də öz növbəmdə təşəkkürümü bildirirəm. Çox sağ olun əziz izləyicilər. Biz çalışacağıq ki, davam etdirək fərqli-fərqli mövzularla müzakirəmizi. Sizin suallarınız, kommentləriniz olsa təbii ki, qeyd edə bilərsiniz. Çalışacağıq ki, bütün mövzulara toxunaq və sizin suallarınızı maksimum şəkildə cavablandıraq.